hökumət müstəqil jurnalistləri saxta, əsassız ittihamlarla həbs eləyir. Bu azmış kimi məhkəməsinin qarşısına da polisləri gətirirlər. Şərri həbsə atıblar, hələ məhkəməsinə deyir gələ bilməz. Elə şey var. Bizim yoldaşlarımızın şərri baxımlıqsa dəyişir bu həqiqət. Biz burada dayanmayanla bu söz deməyəcək, heç kim pis elə bilirsiniz. Deyin də cavab verin. Yəni Fatimə hara, qaçaqmalçı hara, cinayətkar hara, Fatimə Mövlamlı demiş, heç bir rüşvətin, heç bir qaçaqmalçılığın altında mənim imzam yoxdur. Mən onu, hamı da bilir ki, mən onu xadiməli ilə böyütmüşəm. Yəni mən ona haram çörək yedizdirməmişəm, mənim uşağım haram işlərlə məşğul olsun. O vaxtdan xəbərim olsaydı ki, gedəcəyim yer həbsxanadır, müstəqil jurnalistlərin hamısına qaçaqmalçıdan mı vurulacaq? İndiyə qədər gördüyüm işlərdən heç nə əskilməzdi. Qaçaqmalçının yekəsi ilə İlham Əliyevdir, qaçaqmalçıların himayəçisi ilə İlham Əliyevdir. Döşəyimin altına gətirib pul atmırsan, deyirsən ki, qaçaqmalçıyla məşğuldur. Yəni o pul bizə aid deyil. O pul bizim evimizə girən qaramasqallar tərəfindən gətirilib qoyub bizim döşəyin altına. Biz qaçaqmalçı ailəsi deyilik. Mən utanmıram, yəni çox belə qürur içindən də deyirəm, mən xadiməyəm. Mən evlərdə təmizliyə də gedirəm. Mən yeri gəlsə, nə bilim vallahi, kimisə ayağının altını gəlib təmizləyərəm, bu mənim üçün şərəfdir. Niyə? Çünki heç kimin cibinə girmirəm. Mən balalarıma halal çörək yedizdirmişəm. Bugün bizim üçün həbsdə nə jurnalist yoxdur, nə siyasətçi. Yalnız Azərbaycanda dövlət hakimiyyəti əleyhinə əməllərdə təqsirləndirilən, vətəninin daşı yox, könüllü surətdə başqa dövlətlərin ayağının toz olmağı seçmiş vətəndaşlar var. Elə sahibinin ayağının kilimi də özüdür. Ayağının tozu da özüdür. O gəlsin, qaçaqmalçı adı verdiyi 12 gəncin yerində olmağı bacarsın. Sonra gələr onların haqqında fikir bildirməyə, yəni bildirər daha doğrusu. Deyən ki, 12 nəfər həbs olunan hər bir girov, mən onlara məhbus demirəm, məhbusun cinayəti olar, cəzası olar. Onlar bizim girovlarımızdır. Öz vətənində girovdular onlar. Yaxşı ki, onlar var. Yaxşı ki, onlar Bəhruz kimi deyil. Son amnistiya təşəbbüsü də göstərir ki, Azərbaycan dövləti, Azərbaycan prezidenti vətəndaşına, o cümlədən yolunu azmış vətəndaşlara sahib çıxmağı bacarır və bu mənada kənar müdaxilələrə və cəhdlərə heç bir ehtiyac yoxdur. Bu amnistiya xəbəri gələndən çox ümidliydim ki, ev dustaqlığı olsa da veriləcək. Çünki Allah şahiddir, biz özümüz də bilirik ki, bunların heç bir günahı yoxdur. Yəni onlara aid olmayan maddələri qoşurlar onların üstünə. Heç bir də onlara aid deyil. Hamısı da gülə-gülə qarşılayırlar. Mən bu boyda deyilən ittihamların qarşısında yalnız Nəsiminin bu sözünü deyirəm ki, insanlar haqq deməyə qorxur, dönüb insan deyirlər. Çox belə fəxr edirəm ki, mənim illərlə çəkdiyim əziyyətin bəhrəsinin adı Fatimə Mövlamlıdır.